Növbəti məlumatımızdan davam edək. UNEK-in məzun günü keçirilib. Tədbirdə universitetin rəhbərliyi, professor, müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 2026-cı ildə universitetdən 3888 nəfəri bakalavr, 2204 magistr olmaqla ümumilikdə 6091 tələbə məzun olub. Müəllimlərə, valideynlərə bir təşəkkür tədbiridir. Yetişdirdiyimiz məzunları sanki cəmiyyətə təqdim edirik. Bu sanki bir güzgüdür, bizim məzunlarımızın əksini göstərir. Mən məzunlarımızla qürur duyuram və əminəm ki, məzunlarımız bizim bütün ümidlərimizi doğruldacaq. İqtisad Universitetinin dünya reytinqlərində əhəmiyyətli dərəcədə universitetlər arasında əhəmiyyətli dərəcədə yer tutduğunu öyrəndikdən sonra artıq qərar verdim. 4 il çox yaxşı keçdi, yol çox uğurlu keçdi. Onu da qeyd edim ki, eyni zamanda tək mən diplom qazanmadım. Məzun olaraq orada dəyərli dostlar, dəyərli yoldaşlar qazandım. Universitetdə mən çox gözəl bilgi, təcrübə əldə eləmişəm. Eləcə də gözəl qrup yoldaşları, yeni insanlar tanımışam. Hamımıza gələcək həyatımızda uğurlar arzulayıram. Bu yolda bizə dəstək olan müəllim və professor heyətlərinə özlərinin təşəkkürümü bildirirəm. Məzunlarımızı bu buraxılış münasibəti ilə səmimi qəlbdən təbrik eləyirəm. Bəli, xarici xəbər